Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin ibtidai sinif müəllimi, həmçinin Azərbaycan dili və metodika müəllimi Solmaz Məmmədova. Sizlərə Tədris Mərkəzimiz tərəfindən 16 mart tarixində 3-cü sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarını izah edəcəyəm. İlk 20 sual Azərbaycan dili suallarıdır, növbəti 20 sual isə riyaziyyat sualları. Başlayaq sualların izahına. Sual 1. Yalnız dodaqlanmayan saitlərdən ibarət cərgə hansıdır? A variantında LR samitdir. B variantında O dodaqlanır. C variantında EI dodaqlanmır. Cavab C variantıdır. Hansı sözdəki kar samitin cingirtili qarşılığı yoxdur? Hansı kar samitin cingirtili qarşılığı yoxdur? H. İndi baxaq görək H hansı variantda var? Bank, hasar, zavod. H hasarda var. B variantındadır. Sual 3. Hansı sözün yazılışı tələffüzündən fərqlənmir? Demək ki, diqqət, uşaq, uşaq. Hadisədə deyilişlə yazılış arasında hər hansısa bir fərq yoxdur. Hadisə A uzanır, uzanma da deyiliş və yazılış arasında hər hansısa bir fərq yaratmır. Hansı sözün mənası düzgün göstərilməyib? Taxıl bənli bitki, jest, əl-qol hərəkətləri. Bunlar düzdür. Abbası oğlan adı deyil. Abbas oğlan adıdır. Abbası pul vahididir. B variantı. Hansı sözlər əks mənalıdır? Gözəl, qəşəng, mehriban, səmimi. Bunlar yaxın mənalıdır. Uzun, qısa əks mənalıdır. Hansı söz xüsusi isimdir? Ağıl, meşə, əsli. Əsli qız adıdır, xüsusi isimdir. C variantı. Hansı sözlər yaxın mənalıdır? Pis, yaxşı, ağ, qara əks mənalıdır. Qısa, yığcam, qısa mətin, yığcam mətin. Qısa mətin, yığcam mətin, qısa, yığcam yaxın mənalıdır. A variantı. Hansı söz digərlərindən fərqlənir? Meymun, pişik, heyvandır, arı isə həşəratdır. A variantı. Sözlərdən biri nə sualına cavab verir? Su, nə? A variantı. Acı, necə? 30, neçə? Hansı söz səhv yazılıb? Məişət, məxfi, doğru yazılıb. Mavin yazılmır, müavin yazılır. B variantı. Hansı söz səhv yazılıb? Cəmaat, qənaət. Bunlar düz yazılıb. Nağış yazılmır, naxış yazılır. A variantı. Hansı sözün sualı düzgün verilib? Əminə kim? Cavab elə A variantıdır. Stol, kim yox, nə? Saatlı, nə, yox, hara? Sözlərdən biri böyük hərflə yazılmalıdır. Alma, bina, Nurcan. Nurcan qız adı da hər zaman böyük hərflə yazılmalıdır. C variantı. Şəkildə gördüyünüz meyvə neçə hecalıdır? Nar. Bir dənə saat səsi var. Bir hecalıdır. C variantı. Ardıcılığı tamamlayın. Jaket, papaq, ətək, əlcək, köynək. Jaket, papaq qışda geyinilir. Qalındır. Demək, jaket, papaq ardıcılığı tamamlayacaq? Əlcək. B variantı. Şəkildə gördüyünüz kimdir? Aşpaz, müəllim, həkim. Təbii ki, aşpazdır. A variantı. Verilən hərflərdən hansı sözü düzəltmək olmaz? Ana. Baxın, burada A, N, A hər biri var verilənlər içində. Mənə, M, Ə, N, Ə yenə də var. Vedrə, V, D, R yoxdur axı. C variantı. Hansı söz samitlə başlayır? Ayı, A, ördək, Ö saiti ilə başlayır. Canavar isə C samiti ilə başlayır. A variantı. Hansı ifadə sağollaşarkən deyilir? Sabahınız xeyir, səhər yuxudan duranda deyilir. Allah şəfa versin xəstə insana deyilir. Sağollaşarkən gələn görüşlərə dək deyilir. C variantı. Cəbimizin üzərində nə təsvir olunmayıb? Od, ulduz, ay. Od var, ulduz da var. Ay təsvir olunmayıb. C variantı. Azərbaycan dili suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. Baba həyətdə ağac əkməyə qərar verir. O, 4 cərgə olmaqla hər cərgədə 8 ağac əkir. Baba cəmlicə ağac əkmişdir. 4 vur 8, 32 ağac əkmişdir. Və yaxud da 4 dənə 8-i toplayıram. 8 üstə gəl 8, üstə gəl 8, üstə gəl 8, 32. B variantı. 5-ə qalıqlı bölmə zamanı qalığın ala biləcəyi qiymətlərin cəmi neçədir? 5-ə qalıqlı bölmə zamanı qalıq 1, 2, 3, 4 ola bilər. Yəni 5-dən kiçik olmalıdır. 5-ə qalıqlı bölmə zamanı qalıq 5-dən kiçik olmalıdır. 1, 2, 3, 4. 1, 2, 3, 4-ü də toplayanda cavab edəcək 10. C variantı. 900-lük neçə onluqdur? 900-lük, yəni 900 neçə onluqdur? 900-ün tərkibi neçə onluq var? Necə tapırıq? 900-ü 10-a bölürəm. 900 böl 10, 90. 900-lük neçə onluqdur? 90 dənə onluqdur. A variantı. Yeni il şənliyinə 40 uşaq, onlardan 2 dəfə çox valideyn dəvət olunmuşdur. 2 dəfə çox deyirsə, 40-ı 2-yə vururam 80.
40 uşaq, 80 nəfər valideyn dəvət olunub. Tədbirə cəmi neçə nəfər dəvət olunmuşdur? 40, 80, 40 ilə 80 toplayıram 120. A variantı. Ən kiçik 3 rəqəmli tək ədədlə ən böyük 2 rəqəmli 3 ədədin cəmini tapın. Ən kiçik 3 rəqəmli ədədimiz 100-dür. Amma tək ədəd dediyi üçün 101. Ən kiçik 3 rəqəmli tək ədəd 101-dir. Ən böyük 2 rəqəmli ədədimiz 99-dur. Amma cüt ədəd deyil. Ən böyük 2 rəqəmli cüt ədədimiz 98-dir. Cəmini tapın deyir. 101 ilə 98-i cəmləyirəm. Ən kiçik 3 rəqəmli tək ədədi 101. Ən böyük 2 rəqəmli cüt ədəd 98. 101 + 98 199. A variantı. Ata 7 manat 50 qəpiyini 3 uşağı arasında bərabər olmaqla böldü. Hər uşağa nə qədər pul düşdü? 7 manat 50 qəpiyini 3 uşağı arasında bərabər böldü deyirsə, 7 manat 50 qəpiyi 3-ə bölürəm. 7 manat 50 qəpiyi 3-ə böləndə hər uşağa 2 manat 50 qəpiy pul düşmüş olur. C variantı. Qutuda 60 şar var. Onlardan 12-si ağ rəngdədir. Qırmızı şarlar ağlardan 20 dənə çoxdur. Qalan şarlar isə yaşıldır. Yaşıl şarlar ağlardan nə qədər çoxdur? Demək, qutuda 60 şar var. Onlardan 12-si ağ rəngdədir. Qırmızı şarlar ağlardan 20 dənə çoxdur. 12 dənə ağdır. Deyir, ağdan 20 dənə çoxdur. 12 ilə 20-ni toplayıram 32. 12 üzərinə gəlsin 20, 32. Demək, 12-si ağdır, 32-si qırmızıdır. Deyir, qalan şarlar isə yaşıldır. Yerdə neçəsi qaldı? 12-si ağdır, 32-si qırmızıdırsa, 12 ilə 32-ni toplayıram 44 şar. 60-dan 44-ü getdi. Yerdə neçə şar qaldı? 16-sı qaldı. 60 - 44, 16 şar. 16 yaşıl şar. Demək, 12-si ağ rəngdədir. Qırmızı şarlar ağlardan 20 dənə çoxdur deyirsə, 12 ilə 20-ni toplayacağım, eləyəcək 32. Demək, 12 dənə ağdır, 32 dənə qırmızıdır. Qalanlar deyir yaşıl rəngdədir. 12 ilə 32-ni toplayacağım 44. Sonra 60 şar var. 60-dan 44-ü çıxacağım. 16 dənə şar qaldı yerdə. Qalan şarlar yaşıldır. Yerdə 16 şar qaldısa 16-sı yaşıl rəngdədir. 16 yaşıl. Demək, 12-si ağ, 32-si qırmızı, 16-sı yaşıl. Yaşıl şarlar ağlardan nə qədər çoxdur? 12-si ağdır, 16-sı yaşıldır. Yaşıl şar ağda nə qədər çox olacaq? 16-dan 12-ni çıxıram, 4 dənə çox olmuş olacaq. A variantı. Sonra sual 8 hesablayın. 347 - 69. 347-dən 69-u çıxanda 278. B variantı. Cəlal sırada ikinci, İsrail isə sonuncudur. Onlar arasında 8 nəfər var. Sırada neçə nəfər var? Demək, birinci bir nəfər gəlir. İkinci Cəlaldır. Sonra İsrail sonuncudur, yəni bilinmir neçədir. Arasında deyir 8 nəfər var. İndi baxın, 2-dən sonra 8 dənə rəqəm sayıram. 2-dən sonra 8 dənə rəqəm sayıram. 3, 4, 5, 6, 7, 8, 9, 10. Demək, 10. İsrail sonuncudur. Demək, İsrail 11-cidir. Sırada neçə nəfər var? 11 nəfər var. Demək, Cəlal ikincidir. Cəlaldan qabaq 1 nəfər var. Cəlaldan qabaq 1 nəfər var. Cəlal özü ikincidir. İndi deyir ki, Cəlalla İsrail arasında 8 nəfər var. İndi 2-dən o tərəfə 8 dənə rəqəm sayıram. 3, 4, 5, 6, 7, 8, 9, 10. Oldu neçə nəfər? 10 nəfər. 10 nəfərin ikincisi Cəlaldır. 2-dən sonra da 8 dənə rəqəmim gəldi. Sonuncuda İsraildir. Ondan sonra neçə gəlir? 11 gəlir. 11-ci də neçə kimdir? İsraildir. Demək, sırada neçə nəfər var? 11 nəfər var. B variantı. Müqayisə edin. 6 yüzlük, 7 onluq, 5 təklik. Yəni 675. 6 yüzlük, 8 onluq, 5 təklik. Yəni 685. 675, 685-dən kiçikdir. B variantı. Şəkildə hansı meyvə göstərilir və neçə dənədir? Təbii ki, bu nədir? Almadır. 4 dənə alma var. B variantı. Əşya yoxdursa, deməli onun sayı neçədir? Yoxdur. Məsələn, kitab yoxdur, qələm yoxdur. Yoxdursa sayı neçə olacaq? 0 olacaq. C variantı. Əşyaların sayını necə bilmək olar? Saymaqla, yazmaqla, oxumaqla. Əşyaların sayını saymaqla bilmək olar. A variantı. 2 əldə neçə barmaq var? Bir əldə 5 barmaq varsa, 2 əldə də 10 barmaq var. A variantı. Şəklə əsasən ən böyük cüt və ən kiçik rəqəmi göstərin. Ən böyük cüt. Ən böyük rəqəmimiz şəklə əsasən 9-dur. Amma cüt deyirsə 8-i götürəcək. Ən böyüyümüz 9-dur, amma 9 təkdir. Cüt istədiyi üçün 8-i götürürük. Şəklə əsasən ən böyük cüt 8-dir. Ən kiçik rəqəm isə
1-dir. 8 və 1 B variantı. Şəkildə hansı rənglərdə kəpənək görürsünüz? Bax, məsələn, B variantında qara yazılır. Burada qara rəng yoxdur. Sonra C variantında demək, ağ yazı, burada ağ yoxdur. Amma A variantında bax, qırmızı var, yaşıl var, mavi var, sonra çəhrayı var, narıncı da var, qırmızı, yaşıl, mavi, narıncı, çəhrayı hamısı var. Hə. B-də qaranı, C-də ağı çıxarsaq elə A variantı qalmış olur. Sual 17. Məntiq ardıcılığı tamamlayın. 9, 10, 11, 12, heç nə sayasaya gedirik. 13, 14, 15, 16 A variantı. Misalın doğru cavabını tapın. 0 üzərinə gəlsin 20. Məsələn, 0 heçdir də. Heçdir. Kitabım yox idi. 20 dənəsini aldım. Neçə kitabım oldu? 20 dənə kitabım oldu. 0 üzərinə gəlsin 20, eləyəcək 20. 0 üstə gəl 5, 5. 0 üstə gəl 16, 16. 0 üstə gəl 100, 100. 0 üstə 20 gələndə 20. A variantı. Ən böyük tək rəqəmli ədəd neçədir? Ən böyük tək rəqəmli ədədimiz 9-dur. C variantı və sonuncu 20-ci suala da baxaq. Quş budağın yanındadır, üstündə deyil, yerdədir, solundadır. Təbii ki, şəkildə budaq yoxdur. Demək, quş budağın üstündə deyil, yerdədir. B variantı və bununla da sualların izahı yekunlaşdı.